Yeni videodan hamıya salam. Bu dəfəki videoda trade sessiyaları ilə bağlı danışacağam. Trade sessiyaları nədir? İnşallah onu izah edəcəm. Keçək videoya. Trade sessiyaları 24 saat ərzində bazarda müəyyən ölkələrin bazarlarının açıldığı vaxtlardır. Belə deyək, bankların işlədiyi vaxtlardır, iş saatlarıdır. Bu trade sessiyaları əsasən Asiya sessiyasıdır, UK sessiyasıdır və US sessiyasıdır. Yəni Asiya, İngiltərə və Amerika sessiyaları. Bu sessiyalar hərəsinin öz xüsusiyyətləri var. Hansı ki biz əsasən İngiltərə və Amerika sessiyalarında işləyirik. İndi bunun səbəbini izah eləyəcəm. Baxın, Asiya sessiyası hardasa düşür bizim gecə vaxtlarına, daha çox yatdığımız vaxtlara. Asiya sessiyası daha çox belə deyim də həcmi az olan sessiyadır. Yəni çox yorur adamı. 5-10 dollarlıq tərpəniş 1 saat falan çəkir. Yəni nə bilim, atıram da yəni. Yəni yekunda Asiya sessiyası bizə sərf eləmir, bizi çox yorur. Məsələn qızılla ticarət edirik. Biz öyrəşmişik qızılda böyük həcmlər olsun, qiymət daha yaxşı, böyük şamlarla daha böyük həcmli hərəkət eləsin. Amma Asiya sessiyasında istədiyimizi ala bilmirik. Plus da Amerika sessiyasında, İngiltərə sessiyasında trade edən adam üçün vəbşi sıxıcı gəlir. Çünki biz daha çox bu sessiyalara adaptasiya olmuşuq. İngiltərə sessiyası demək olar ki, ən yaxşı sessiya İngiltərə sessiyasıdır. Niyə? İngiltərə sessiyasının həm həcmi yaxşıdır, həm də belə deyim, Amerika sessiyası qədər çox həcmli deyil. Asiya sessiyası qədər də yəni çox sıxıcı deyil. Yəni hər şeyin ideal olduğu, orta olduğu sessiya İngiltərə sessiyasıdır. Ona görə də çox vaxt biz İngiltərə sessiyasında ticarət edirik. Amerika sessiyası ticarət üçün biraz daha belə deyim qorxuludur. Çünki həcm çoxdur. İndi düzdür, hədəfi vura bilməyəndə, İngiltərə sessiyası giriş verməyəndə bəzən mütləq məcbur olub Amerika sessiyasında giriş tapıb işləyirik. Amma riskimizi azaldırıq, lotumuzu azaldırıq məsələn. Belə. Yəni burada giflərdən də başa düşdüyünüz kimi Asiya sessiyası ən həcmsiz, ən sıxıcı, UK sessiyası ən yəni orta, middle sessiya, Amerika sessiyası isə ən qorxulu sessiyadır ki, burada həcm dəhşət çox olur. Plus əsas xəbərlər də elə məhz Amerika sessiyasında olur ki, qırmızı xəbərlər də belə deyim, bazarı ciddi təsir edən xəbərlər Amerika sessiyasında olur. Bu da Amerika sessiyasının nə qədər təhlükəli olduğunu göstərir və biraz da həcmin artırır. Belə, bu videonun sonuna gəldik. Növbəti videoda görüşərik inşallah.